Hədislərdə var, İmam Əli əleyhissalam Mina çölündə dayanmışdı. Görür bir gənc ağlayaraq dua edir, ona yaxınlaşır. Gəncə o cavana deyir ki, niyə ağlayırsan? Deyir ki, mən ləbbeyk deməyə utanıram. Düzdür, ləbbeyk deməliyəm. Amma ləbbeyk deməyə utanıram. İmam Əli əleyhissalam soruşur ki, niyə utanırsan? Deyir, mən birdən deyərəm ləbbeyk, amma bəzi əməllər eləmişəm ki, yeri var ki, Allah desin ki, la ləbbeyk. Yəni, sənin bu ləbbeyki mən qəbul eləmirəm. Sənin bu təslimiyyəti qəbul eləmirəm. İmam Əli əleyhissalam buyurur ki, sənin bu qorxu, röb halında Rəbbinə ağlayaraq bu düşüncədə olmağın əslində sənin imanın kamala çatması, sənin insanlar içərisində seçilmiş olduğun bir göstəricisidir. Əgər sən öz səhvləri, günahları dərk edərək Rəbbin huzuruna gəlmisənsə və bunu da düşünürsənsə, əmin ol ki, rəhman və rəhim olan Allah səni bağışlayar. O mərhəmətlidir, o mehribandır. Və İmam-ı Zeynul-Abidin əleyhissalamdan bir hədisi şərifdə varmızdır ki, Ərafatda dua edərkən görür o ehram halında hacılardan biri dua edir və duasında belə bir ifadə işlədir. Deyir, Allahım, düzdür mən günahkaram. Öz günahlarımdan da xəbərdaram. Amma içimdə bir ümid hissi var ki, bu qədər insanların, o bağışlanmış insanların içərisində əgər mənə izin vermisənsə, mən bu yerə gəlib çatmışamsa, deməli, məni bağışlamaq üçün bura gətirmisən, məni bağışlamaq üçün bura çağırmısan. Çünki Ərafat elə bir yerdir ki, bəzi günahlar var ki, məhz orada bağışlanar. Hədislərdə var, mən ədrəkələ Ərafat kəmən lavən bələh. Əgər bir nəfər Ərafatda ola, o məqamı, o yerin əhmiyyət və mahiyyətini dərk edə, Allaha dua eləyə, elə bir günahsız bir adam ki olar, günahsız bir adam kimi kəmən lavən bələh. Məsələn, o körpə uşaq necə məsum olar? Yəni, Allah o cür bağışlayar. Deyir, Allahım, bu qədər zəvvarların içində ki, məni bura dəvət etmisən, içimdə bir duyğu var ki, əgər burada məni bağışlamayacaqdınsa, mənim duamı qəbul etməyəcəkdinsə, məni bura niyə gətirmisən? Məni bura niyə çağırmısan? Gətirmək və çağırmaqda içimdə bir ümid hissi yaranıb ki, məni ilə bağışlamaq üçün bura gətirmisən, məni bağışlamaq üçün bura dəvət etmisən, çağırmısan. Təbii ki, həcc qeyd etdiyimiz kimi İslamın əsas təməl prinsiplərindəndir, şərtlərindəndir. Allah hər birimizə layiqincə oranı ziyarət edib, layiqincə o adı daşıyanlardan qərar versin inşallah.